Salam əleykum. Salam. 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 Hə, sənsən? Deyəsən, paştadyon işləyirsən, hə? Bəli. Çox gözəl. Baxaq görək. Belə. Təbrik edirəm. Sağ olun. Müvəffəqiyyət arzu edirəm. Sağ olun. Sağ ol. Məzahir! Məzahir! Saxla maşını! Saxla! Şad xəbər! Şad xəbər! Salam Səidə! Sənə məktub var. Hay sağ ol Səidə. Anamdandır, Deyəsən, xoş xəbərdir. O qədər də yox aş. Anam yenə xəstələnib, məndən nigarandır. Yazır ki, işin gücün necədir? Keçi can ayında qəssab piy axtarır. Biz bilmirik sabah başımıza nə gələcək. Arvad bu halda məndən nəvə nəticə istəyir. Yazır ki, madam ki bronun var, gərək evlənəsən. Elə bil ki, bronu adama arvad almaq üçün verirlər. Yaxşı, görürəm sən də əldən düşmüsən. Gedək səni aparım evə. Mən hələ məktub paylamalıyım. Gedək, gedək, yolda paylayarıq, gəl. Gəl görüm, gəl, gəl. Yavaş, yıxılarsan. Gəl, gəlin mənə. Qorxma, qorxma, gəl. Geç, geç otur. Gözəl! Ay gözəl! Nə var, Hardasan ay rəhmətlinizi, hə? Hardasan? Səhərdən uşaqlar evdə ac, sus. Özüm də acından ölürüm. Çayda da bilmirəm hansı cəhənnəmə itib gedib. Yaxşı əmisən, valla. Bütün kənd bilir Səidə hardadır, amma sən bilmirsən. Dünən qonşular onu vağzalda bir saldatla görürlər. Nə olsun? Necə də olsun, nə olsun. Elə bilirsən o məzahir gedə nahaq yerə bizim evin ətrafında pır-pır-pırlanır. Belə şeyləri mən çox yaxşı bilirəm. Uşaq da. Uşaqdır, uşaqdır.
Mən səni gələndə neçə yaşım olardı, Əşi, ha? tutaq ki, elə belə 16 yaşım vardı. Sonra Qardaşına nə cavab nə verəcəksən? olub cavab verəm? Götür, paltarlara kömək elə. Amma bax, kəndin qırağına qədər. Bir qardaş qızını gedə bilmir, kəndin qırağına qədər. Yaxşı, bəs içərənlədin. İndi mən nə edeyim? Götür, yeri, qardaşının yadigarıdır. Ay yoldaş, heç belə şey olar. Mən neçə vaxtdır cəbhədən məktub almıram. Bəs cəbhədən məktub nə vaxt gələcək? Bəlkə yağış heç kəsməyəcək. Bizim günahımız nədir? Ay yoldaşlar, axı bu kişi yazıq neyləsin? Görmürsünüz yağış necə yağır? Bizə nə var? Sakin. Aman qurtardın. Mənə bax. Nə deyirsən, bir bura gəl. Başına dön, bir gör göydən yağış necə tökür. Görürəm. İşıqlar kəsilib, körpələr dağılıb. Gediş gəliş yox. Yaxşı, mən neyniyim axı? Nə deyirsən? Mən bir həftədir pensiyamı almıram. Yaxşı. Elə mən də onu deyirəm də, neyniyim? Ay bacı, səbr elə, yağış kəssin görək neyniyim? Bəlkə bu yağış bir həftə kəsməyəcək, neyniyim? Havalar şüşələri sel basıb, mən daha üzə gedir, sənin üçün pensiya gətirməyəcəm ki. Belə maşın yoxdur, yox. Qoca arvattır, neynəsin? İndi bizim təqsirimiz nədir? Bəlkə bir ay yağacaq, onda neyniyim? Gözləmək lazımdır. 3 gündür cəmaat acdır. Bilmirəm, daha sən nəyi gözləyirsən? Bax, mən bunu heç bilmirdim. Yoxsa bir körpü tikərdim sənin üçün. Lap uşaq kimi danışırsan. 2 gündür maşın göndərmişik, batıb qalıb o çayda. Heç o seldən keçmək olar? Mən keçərəm. Sən keçərsən. Bəlkə bu yağış bir həftə tökəcək, bilmirəm nəyi gözləyirsən. Traktoru. Yaxşı. Gözləyək. Çingiz əmi. Çingiz əmi. Səyidə, Çingiz nə əmi. var, nə olur? Gecənin bu vaxtı. Mənə maşın lazımdır. Səyidə, nə xəbər, hara tələsirsən? Gəl, otur. Bu saat hər şey düzələcək. Otur. Maşın nə edirsən? Çingiz əmi bu saat sənə traktor verəcək. Nə traktor? ÇTZ. ÇTZ nədir? Cəmaat 3 gündür poçt almış. Bilirəm. Yaxşı. Biz ərzaq gətirə bilmirik. Sən poçtayındasan. Cəmaat çörək gözləyir. Bəs cəmaat sizcə müharibədən məktub gözləmir? Cəmaat davada canından keçir. Biz də burada oturub traktor gözləyirik. ÇTZ. Səyidə. Ağız Səidə, bircə bu qalmışdı, gecə də evə gəlməyəsən? Səhərə kimi haradaydın, abala? Məktublar üçün getmişdik. Maşın da batıb qaldı çayda. Ona görə gec gəldi. Gen o məzahir gedəynə. O, əsrimizin qəhrəmanı gəldi çıxdı. Ay qız, Zeynal'a versən Allah. Sudan çıxmış cürüyə oxşayırsan ki. Yox, sənin də öyrəmişində o. Yaxşı, gözlərəm. Heç olmasa o qıza yazığın gələydi. Onu da aparıb salmışsan yağışın altına. Dünəndən gözəl mənim abrımı alıb. Elə dur, gör sənin başına ön açıcıyıq. Gecə səhərəcən oturub sənin traktoru gözləmişim. Romantik sahildə. Bəli. Yaxşı, axı, siz bir hökumət nümayəndəsi, bir rəhbər kimi dünəndən bir dənə traktoru bizə verə bilmirsiniz. Çingiz, özünü yorma. Mən bilirəm taxılardan tapmaq lazımdır. Səidənin xalası qızı kolxozun ambarında işləyir. Bilirsən nə qədər taxılı var? Əgər onu bir tər yola gətirə bilsək, Qönçə 2 ton taxıl borç verirsən də? Necə? Borç! Nə danışırsan? Camaat acdır. Taxılı mən sənə necə verə bilərəm? Elə bil dədəmin ambarıdır. Buna bax, 2 ton taxıl. Dayan görüm. Qönçə, ümidimiz təkcə sənə gəlir. Başa düş ki, bütün yolları sel aparıb. Neynim? Axı ağzımda sənə deyirəm ki, bütün yolları sel aparıb. Cəmaatı çörəklə təmin edə bilmirsən deyə mən həbsə girməliyəm? Axı həbsə niyə Qönçə? Buna görə cəmaat sənə çox sağ ol deyər, kömək elə. Bu sağ ol mənə çox baha başa gələr. Niyə baha başa gəlir? Qulaq as Qönçə, narahat olma. Məsuliyyəti mən öz üzərimə götürürəm. Bir də məsələ heç bunda deyil. Cəmaat ac qalır, bizim borcumuz onlara kömək etməkdir, başa düş. Yox,
Vermərəm. Gonca. İndi necə olsun? Axı cəmaat ehtiyacı içindədir. Axı bunu eləməyə mənim ixtiyarım yoxdur. Niyə? Hara? Ne edirsiniz? Axı sizi tutarlar. Ne edirsiniz? Sabri ne oldu? Götür şimdi. Gonca. Hardasın? Gonca, ne olup, ne için ağlayırsın? Onları hapsediblər. Ne? Hapsediblər? Axı mən bilirdim. Xəbərdarlıq da elədim. Qulaq asmadılar. Kaş bütün günahları öz boynuma götüreydim. Yenə bir təskinlik olardı. İndi neyniyək? Bilmirəm.